Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bugün sizlərə ekskluziv olaraq birinci bu evi mən çəkirəm, sizlərə təqdim edirəm. Bugün ayın 27-si dekabr. Saat 7-yə işləyib 15 dəqiqə. Ev harada yerləşir? Yerləşmə yeri haqqında sizə məlumat vereyim, sonra ev haqqında da məlumat verəcəm sizə. Yerləşmə yeri Şuvalan Tramplinlər küçəsi. Hansı ki bu həyətin, bu evin özünün birbaşa qoşulan kanalizasiya xətti var. Hansı ki mərkəzləşdirilmiş dövlət kanalizasiya xəttinə qoşulub. Həyət də, ev də. Yəni burada şambo deyil. Birbaşa kanalizasiya xəttinə qoşulub. 6 sotdur. 6 sotdur. Yerləşmə yeri dedim, indi ev haqqında məlumat verim. 6 sot həyət yanı sahəsi. Ev özü 220 kvadrat, 5 otaq, 5 otaqlı bir evdir. İnşallah ki gözəl bir dizayna malikdir. Mən hal-hazırda gəldim. İşıqlandırması biraz zəifdir, onu deyim sizə. Allahın köməyinə düzələcək. Sabah düzəltdirəcək. Demişəm ev sahibinə işıqlandırmanı çoxaldacaq. Sonra hovuzun işıqlandırması var. Hovuz ustası pultu aparıb yandıra bilmədim onu. Allahın kömək, gördüyümüz kimi burada qəşəng bir landşaft hissəsi var. Sonra piyada keçid qapısı buradandır, buradandır. Pultla təchiz olunmuş darvaza isə buradandır. Burada maşallah məncə belə, yəni maşınlar belə fırlansa yan-yana 2 dənə dayanar. 3 dənə də bəlkə də dayanar, amma belə də düz bir dənə girə bilər. Bu elə tikilib ki, çox qəşəng də tikilib. Yəni maşın 2 dənə, 3 dənə varsa, gəldin, girdin, daldıla burada saxlamaq olar, mümkündür. Sırayla həm çıxmaq, həm də girmək. Sonra sol tərəfdə həyət üçün nəzərdə tutulmuş bir dənə sanitar qovşağı burada var. Burası söhbətgahdır. Söhbətgahın daxili döşəməsi isti döşəmədir. Daxilində manqal inşa olunub. Allahın köməyi ilə belə deyim, heç demək olar ki, ev tam təmizlənməyib. Ekskluziv olaraq gəldim sizlərə çəkim, bunu təqdim edeyim. Gözəl bir evdir. Kimlərə qismət olsa inşallah Allah xeyrin versin. Manqal inşa olunub. Düzələcək. Hər tərəfi düzələcək Allahın köməyi ilə, görəcəksiniz sözünüzdə. Bura isti döşəmədir. İsti döşəmədir. Sonra hovuz isti döşəmə, isti hovuz ola bilər. Xəttləri falan hamısı çəkilib. Buradan o tərəfə, orada qonşuda bir dənə 2 mərtəbəli ev tikilir. Amma ki qonşu ilə danışılıb, yəni o ev tikilib, təmir olunub, qutarsa belə, inşallah Allah onda xeyrin versin. Həyət hovuz görünməyəcək. Görünsə belə oranı jalüzdən inşallah bağlayacaqlar. Allahın köməyi ilə. Bir daha söyləyirəm. 6 sot Şuvalan Tramplinlər küçəsi start qiymət 480.000 manatdır. 5 otaqdır. 5 otaq. 2 dənə yataq otağının özünün sanitar qovşağı var. 2 dənə yataq otağının isə 3 dənə. Baxacaq indi. Evin ümumi giriş hissəsidir. Bir daha söyləyirəm. İşıqlandırma oradan demişəm artırsınlar. Həm oradan, həm buradan. Həm də sabah Allahın köməyi buradan bir dənə çılçıraq asılacaq. Tam orada mərkəzə də bir dənə işıq vuracaqlar. Qəşəng bir həyət olacaq. Sabahdan, birisi gündən düzələcək. Yarımçı qalan işlər hamısı düzələcək. Allah qoysa. O ön hissədə demişəm, oradan düzdür. Orada yaşayış yoxdur ikinci mərtəbə. Amma demişəm, o oradan orada jalüzdən bağlanacaq səliqəli olaraq. Həyətə və evin dizaynına xələl gəlmədən. İnşallah. Keçək evin daxilinə. Keçdik evin daxilinə. Ev bütöv olaraq isti döşəmədir, 220 kvadratdır. Bax, gördüyümüz dəhliz. Çox qəşəng, geniş, böyük bir dəhlizi var. Burada da dolab yığmaq olar, burada da dolab yığmaq olar. Girən kimi içəri baxın, burada da dolab yığmaq olar düz tavana qədər. Sağ tərəfdə qonaq otağı. Tam başda twist üçün yerlər, bütün xəttlər çəkilib. Qonaq otağı ilə üzbəüz burada mətbəx otağı yerləşir. Mətbəx mebeli yığılıb, bir daha deyirəm, biraz yarımçıq işlər qalıb, tam təmizlənməyib, o da hamısı olunacaq. Təmizləyəcəklər. Qapılar, bax, gör, nə boydadır. 1, 2, 3, 4 dənə. Buna nə deyirlər Azərbaycanda? Petli. Ümumi sanitar qovşağı evin içərisində, daxildə birinci ümumi sanitar qovşağı. Üzbəüz
birinci yataq otağı. Həyətdə demədim, evin həyəti ilə belə fırlanma olur. Hamısı ağlay daşlarla, həm yer, dirnaq xəttləri hamısı çəkilib. Burada da, baxın həyətin bu hissəsində də evin kombi otağı yerləşir. Bir də içərisində də sanitar qovşağı var. Həm bir dənə evin həyətin ümumi giriş hissəsində bir dənə də burada var. Çamaşırxana. İkinci yataq otağı. Daxilində sanitar qovşağı. Evin arxa hissəsini də göstərim sizə. Görəsiniz. Baxın, hamısı vitrin pəncərələrdir. Düz bütöv olaraq evin hər tərəfi hasara belə süpürgəlik vurulub, ağlay daşlarla işlənilib, dirnaq sistemi də çəkilib. Bütöv dairəvi. Qapılar çox hündür və ağır qapıdır. Qəşəngdir. Bu da üçüncü yataq otağı. Hə? Göstərim, hə, hamısı vitrin. Bu da göstərim sizə. Hamısı. Oh. Çəldim. Bu da sonuncu, dördüncü yataq otağı. Burada da pəncərə göstərim. Eyni pəncərədir. Bu yataq otağının da daxilində sanitar qovşağı var. Birinci keçirsən qarderobdur, sonra sanitar qovşağıdır. Bura hamısı təmizlənəcək, təhvil veriləcək, düzəlməyən şeylər varsa hamısını düzəldəcəklər. Hamısını. Çox sağ olun bizi izlədiyi üçün. İnşallah yenə deyirəm, ayın 31-ü izləmədə qalın. Həm təbrikimiz, həm də il sonu bu illə əlaqədar danışıqlarımız olacaq. Teşekkür ederim.